Müsahibimiz Xankəndi Futbol Klubunun yeni transferi hücumçu Elaris Xəlilidir. Elaris, ilk öncə xoş gəlmisən komandamıza, Xankəndi ailəsinə. Gəlməyinlə 8-də 1 finala denk gəldi gəlişin və komandamız bugün möhtəşəm qələbə qazandı Topçular komandası üzərində 12-0. Bu azmış kimi sən hat-trick də elədin, 3 gol vurdun. Yəni öz ilk oyununu şərh eləyərdin zəhmət olmasa. İlk oyun idi. İnşallah tam öyrəşməmişəm. Komanda motivasiya möhtəşəmdir. Hər şey öz qaydasındadır. Əhval-ruhiyyə də əla, super. Siyasət yüksək səviyyədədir, bəli. Yəni 3 gol vurmağa hazırlaşırdın bu anda, heç düşünürdün ki, bu qədər gol vura bilərsən? Bəli, 3 gol olurdu. Fikirləşmişdim o epizodunda ki, 3 dənə gol vuracağam. Amma ki, sağ olsun uşaqlar da pasları verdi, qollarımı da vurdum. Yəni bu komanda kimi uyğunlaşma necə gedib? Yəni düzdür, bir oyun oynamısan cəmi. Bir məşqdə də iştirak eləmisən. Yəni uyğunlaşmısan artıq komandaya, yoxsa hələ bu proses davam edir? Proses davam edəcək inşallah. Daha da yaxından tanıyacağam uşaqları. İndi bundan sonra daha çətin rəqib gözləyir. 4-də 1 finalda 2 oyundan ibarət. Çinar Zəngilan artıq qalib gəlibdi və rəqibimiz bəllidir. Daha çətin olacaq bu oyunda. Necə düşünürsən? Yəni bu tempdən davam edə bilərsən? Bəli, uşaqlara da inanıram, özümə inanıram ki, inşallah Çinar Zəngilanın da qələbə qazanarıq, finala kimi gedəcək və finalda da inşallah bizim olacaq. Yəni yenə qollar vurmaq fikrim var da. İnşallah axıra kimi. Oldu, sənə də komandaya uğurlar arzulayıram. Çox sağ olun.